اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qavli. Değerli müminler, hürmetli Ehl-i Beyt severler, artık Muharrem ayının 6. gününü yaşayırıq. Allah'a hamd olsun, bugüne kadar rahatlıkla ve müminlerin, Ehl-i Beyt severlerin iştirakiyle meclisimiz, ümid edirəm Allah istədiyi tərzdə keçirilib. Allah bizlərə güc, qüvvət, iradə versin ki, bundan sonraki günləri də Allah istədiyi tərzdə və zamana imamının bu məclislərə baxışı olanda ümid edirəm o ağa da bizdən razı olacaq. Allah bizləri Peyğəmbər və onun əhl-i beytindən ayrı salmasın. Allah cavanlarımızı, müminlərimizi, müsəlmanları qorusun. Mənim əzizlərim, Qur'an-ı Kərimdən bir ayə oxudum xütbədə. Allah Teala hətta kafirlər haqqında danışdıqda ayəni oxusaq, indi izah edərəm, məzmunu da başa düşərsiniz ki, İnsanları Allah iki dəstəyə bölüb. Dünya seçimi edənlər və ahireti seçim edənlər. Əlbəttə, bəzən biz elə bilirik, dünya seçimi edən insanların hamısı öz istəklərini, arzularını gerçəkləşdirə bilirlər. Amma Qur'an-ı Kərimin ayəsinə diqqət edəsək, görərik ki, xeyr. Bəzən Allah bir sıra şeylərin arzusunda olan və dünyanı öz dinindən, ahirətdən üstün tutan insanları da həmən arzuladığı şeylərə həsrət saxlayır. Yəni, bəzən həmən insan arzularla vuruşur, çarpışır, dinini, hörmətini, izzətini, hər şeyini satır. Yetər ki, vəzifə əldə edim və ya dünyanı əldə edim, amma Allah Teala həmən insanlara bəzən görürsünüz ki, onları həsrətdə saxlayır, o arzu ilə də dünyadan köçürlər. İndi biz Kərbəla qissəsinə nəzər salsaq, mən danışaram, o qissələrə də toxunacağam. Görərik ki, həqiqətən, inanın, Kərbəla vaqiəsi elə bir, o səhnə elə bir səhnədir ki, Qur'an-ı Kərimin hansı ayələr ki, möminlərin sifətlərindən sayır və ya mömini, Allah istəyir ki, mömin o işi görsün və ya o işlər ki, möminin zərəri nədir və onun fəsadı nədir, bütövlükdə hər şeyin açıqlaması Kərbəlada. İnanın, düşünmək haqqında nəzər eləsən, Kərbəlada iki dəstə düşündü. Dünyanı düşünənlər, ahireti düşünənlər. Sədaqət haqqında düşünsən, vəfa haqqında baxsan, fərqi yoxdur. Allahla ticarət etməyi fikirləşsən və ya əmanətə sadiq olmaq haqqında nəzər eləsən, bunların hamısının izahını adam Kərbəlada görür. Bu ayəni ki oxudum, bu ayənin izahı da elə Kərbəlada açıq-aşkar bizim üçün izah olunur. Allah Teala buyurur ki, "Men kana yuridul acilə", hər kəs bu fani dünyadan, yəni dünya həyatında istəsə, dünya həyatını istəsə, "Əcəlnə ləhu fiyhə mə nəşəu limən nurid", ondan yalnız istədiyimiz qədəri və istədiyimiz şəxsə veririk. Yəni, lazım olan qədərini lazım olan şəxsə veririk. Verildikdə də bir hissəsini Allah verir. Və ya istəmədiyi şəxslərə, heç cahil də olsa görürsünüz,
dünya məhəbbəti yaşayan insanların bəzilərinə dünyanı verir. Ama bəzilərinə vermir. O insanlara vermir ki, onlar daha belə deyək, dinə fəsad verirlər, dinə zərər vururlar və ya onlara o neməti verməklə insanların imanında ola bilsin şübhələr olsun deyə Allah onları məhrum edir. Sonra buyurur: "Sümme cealna lahu cehenneme yeslaha mezmumen medhura." Sonra ise cehennemi onlar için hazır edirik. O müəyyən insanlara ki, müəyyən qədərini verir, istəyirlər. O verildikten sonra Allah Teala buyurur ki, onlar için cehennemde bir yer hazır edirik. Oranın yandırıcı odda qınanmış ve qovrulmuş halda yanacaklar. Allah vəd edir. Sonra buyurur ayənin ardına: "Və men eradel ahira ve sa'alaha sa'yaha ve huve mu'minun." Kim de ahireti istese mümin olarak, Allah Teala buyurur, bütün kalbiyle ona can atırsa, səy edirsə, buyurur ki, ve sa'alaha sa'yaha, onun için səy edirsə, bütün varlığıyla onun için, ahiret için çalışırsa, Allah Teala buyurur ki, فَاُولَٰئِكَ كَانَ سَعْيُهُمْ مَشْكُورًا. Səy ve zəhməti mukabilinde Allah onu mükafatlandıracak. Allah bu vədəni verir. Bu ayeye dikkat etsek, ayə 1 ve ayənin ardında müminler hakkında görürüz ki, insanları Allah iki hisseye bölür. Bir hissesini, bir grubunu dünya məqsədi için, dünyanı özü için seçenler için Allah danışır ki, onlara da istediğin hamısı yok veya bütün dünyanı seçen insanların hamısını Allah vermir. İkinci ayet ise onlar için esas meyar pul, vazife, şöhret değil. Yalnız ve yalnız Allah'ın razılığı ve ahireti seçenlerdir ki Allah onlar için onların mükafatın verilme vədəsini verir. Kərbəla hadisəsi de bu iki meseleni deyərdim, bu ayəni bizim için təfsir edir. Mən indi sonda da toxunacağım, ama kısa izah verirəm. Kərbəlada hər kəs İmam Hüseyin Aleyhisselatü Vesselam'ı tanıyırdı. Kim tanımırdı İmam Hüseyin'i? Neçə min ordu gelmişti İmam Hüseyin'le üzbəüz dayanmıştı. Hamı bilirdi ki o peygamberin oğluydu. Hamı bunu bilirdi ve tanıyırdı. Problem yani müşkül tanımaqda değildi. Ki deyək ki imamı tanımırdılar, vuruşurdular veya tanıyırdılar, vuruşurdular. Problem bunda değildi. Problem seçimin səhv olmasındaydı. İnsanlar seçimi səhv eləmişdilər. Dünya kalmıştı bir yana, ahiret kalmıştı bir yana. Bir dəstə reyin hakimliği sevdası ilə yaşayırdı, orduya başçılıq edirdi. Bir dəstəsi də ahiretin sevdası ilə düşmənlə üzbəüz dayanmışdı. Bir dəstə Yezidin sarayını seçimi etmişti. Diğer tarafı İmam Hüseyin Aleyhisselatü Vesselam'ın xeyməsini, çadırını seçim etmişti. Baxırsınız, fərqi görürsünüz. Rahatlıq şahın sarayında olmaq veya onun tapşırığını zahiren icra etmek ve o mükafatlar ki onlara vəd olunmuştu, onları vermek sevgisi, sevdası, düşüncesi zahiren
daha güzel görükür, yoksa susuz, güçsüz zahiren, şəraiti olmayan bir xeymeye, bir çadıra sığışmaq. Elbette dünya gözüyle baksaq, insan için şahın, belə deyək, rahatlığın seçimi daha uygun idi. Ama ağıllı insan için, mümin için elbette o rahatlık yok. Çünkü o rahatlık müfekkati veya mümkündür ki o daimi olmasın. Veya o ona kısmet olmasın. Bakın o ayette deyir ki biz istediğimiz kadar istediğimiz şəxsə verərik. Deməli Allah istemediği şəxsdə vermez. İstemek sevgiden söhbət getmir. Kafirlərə də yəni ne kadar istesek kafire verərik. Allah dünyanı seçenlere verərik. Ama bazılarına da vermiyor. O insanlara ki ümid var Allah verir, o insanlar için sonda bir bağışlamak şansı var. Tövbe şansı var, Allah ona verir. Belki ayırdır. O insanlara ki bazen intizarda saklayıp, o insanlara hiç ona kısmet olmaz. Mesela ayenin izahını İmam Hüseyin Aleyhisselam Ömer Sa'd'le tefsir edir. Dedi, ne dedi Ömer Sa'd? Dedi ki reyin hiç buğdasını yiyebilmez. Hiç onun buğdası sana kısmet olmaz. Yani onun bitirdiği, oradaki biten herhangi bir yeyinti, bir məhsul sana kısmet olmaz. Ne kadar arzu isteklerle, ne kadar Ömer Sa'd düşündü, fikirleşti. Ama aldandı. İmam ona dedi ya, hansı ki İmam Allah'ın sözünü ona demişti ki sana hiç oranın buğdası da nasip olmaz. Ne dedi? Kur'an diyor ki istediğimiz kadar istediğimiz kese verecek. Deməli Ömer Sa'd'e Allah istemedi öz nimetini, dünyada olan nimetinden versin. O həsrətlə qaldı. İmam Hüseyin de ona o xəbərdarlığı eləmişdi. Ama əfsuslar olsun, ondan hiçbir netice çıkartmadı. Emirul Müminin Hazreti Ali Aleyhisselam buyurur ki dünya ve ahiret iki düşman ve iki farklı yol. Dünya bir tarafa değil, ahiret bir yöndedir. Onlar birbiriyle düşmandiler. Yani düşman ne manada? Farklı şeyler. Dünya için vuruşan, dünya için çalışan ahireti elde edebilmez. Ahiret için çalışan da dünya düşkünü olabilmez. Dünyası olabilir. Bakın, ahiret için çalışanın dünyası olabilir. Ama dünya düşkünü, dünya aşıkı olabilmez. Ama dünya aşıkı olan, dünya düşkünü olanın ahireti olmaz. Hazret buyurur ki bunlar farklı yollardır. İnsanın bir seçimi olar. Özü de o yollardan biri elə bir yoldur ki ahiret yolu, o yolu getdikdə dünya ve ahiretin saadetini elde edebilirsen. Kim dünyanı severse Hazret buyurur ahirete düşman olar. Gör, dünya eşkiyle yaşayan, seçim eden insanlar hakkında dinden danış, nece kabul ediyor? Yani boş şeylerdi, sen Allah imkan ver, ölümden danışırsan, başka şeyden danış, ne bileyim namazdan danışırsan, sen Allah bekar kalmışsan başka şeyden biraz oturmuşuz, söhbət edirik, yine başladınız bu şeyleri danışmağa, görürsünüz. Onları Allah məhrum edib. Niye? Allah eləməyib be. Yani onların seçtiği yol onları məhrum edib. Ahireti onlar heç düşman kimi bakırlar ahiret. Hatta bazen görürsünüz dünyanı möhkəm tutanlar dindara düşman kimi bakırlar. Sanki bir dindar görəndə elə bir öz düşmanını görürlər. Yoktur elə insan. Dindar görəndə bir veya başı örtülü bir hicablı bir hanım görəndə sanki öz düşmanını görür. Bu son olaylardan şahidi olduk. Görürsünüz özü de hanımdır ama hicablığını görmek için sanki
Gözünə elə bir tikan batırırlar, düşmən kimi baxır hicablıya. Uşağın nə günahı var? Və ya cavanın, xanımın nə günahı var? Yəni, onun əqidəsi, etiqadı odur, başını bağlayır. Görürsünüz, niyə? Ona dünyanı elə tutublar ki, ahirətə düşmən kimi. Əmirul-Müminin orada buyurur ki, dünyanı tutanlar ahirətə düşmən kimi baxacaqlar. Kim ahirəti sevərsə, dünya bağlılığından uzaq olacaq. Mən yenə də deyirəm, dünyadan heç vaxt uzaq olmaz. Allah demir, dünya nemətlərindən, o nemətləri Allah sənin üçün, mənim üçün, mömin üçün, bəndələri üçün yaradır. Allah deyir, qoy mənim yaratdığım nemətlərin ən yaxşısı mənim dostlarıma, mənim sevimli bəndələrimin olsun. Amma o neməti əldə edəsən, məni unudasan, o bəndəyə mən qəzəbli olacağım. İmam Sadiq Aleyhissalatu vesselam buyurur ki, hər kim Allahın razılığını insanların razılığından üstün tutsa, Allah ona kifayət edəcək. O insan üçün zəval yox. Hər yerdə Allah onu qoruyacaq. Harada olursa olsun, Allah onu izzətli edəcək. Onu hörmətli edəcək. Onun izzətini Allah qoruyacaq. Nə qədər iftiralar elə adamlara atsalar da görərsiniz ki, nə qədər şəhər atsalar da, böhtan atsalar da o insanlara Allah onu izzətli edəcək. İnsanların gözündə hörmətli edəcək. Çünki niyə? O Allahın razılığını insanların razılığından üstündür. Hər kim insanların razılığını Allahın razılığından üstün tutsa, Allah ona qarşı qəzəblənər və onu başı başına buraxacaq. Bütün pis, iğrən, çirkin bəlalar gəlib onu haqlayacaq. Əlbəttə, bəla, imtihan müminin də tutacaq. Mümin də imtihan olunacaq, amma görün, mümin necə imtihan olur? Mümin yaxşı şeylərlə imtihan olur. Amma cahillər necə imtihan olur? Rusvay olurlar, avırları gedir. Nə qədər tanıyırsınız dinlə düşmənçilik edən və ya insanlarla düşmənçilik edən. Görürsünüz, Allah onların avırlarını necə aparır, rusvay olurlar, xar olurlar. Və ya tarixə nəzər salsaq, dünya seçimi edən insanlar sonda ya peşiman olublar, o arzu ilə yaşayan insanlar, ya da ki heç olub, zay olub aradan gediblər. Baxın, mən bilmirəm, bunu danışmışam. Qur'an-ı Kərimin Qəsəs surəsinin əvvəllərində Allah Taala Qarun haqqında danışır. Qarun gözəl geyinib, keçinirdi, xidmətçiləri var idi, gözəl yaşayışı var idi. İnsanlar da ona qiftə edirdilər, arzulayırdılar ki, Qur'an ayəsidir. Kaş bizim də onun kimi sərvətimiz var, dövlətimiz, gözəl keçimimiz, yaşayışımız, evimiz olaydı. Sonda nə oldu? Yerini udandan sonra Allahın əmri ilə insanlar dedi, yaxşı ki bizim Qarun kimi sərvətimiz olmayıb. Onda dərk elədilər ki, yəni dünya aşıqı olmaq, Allahı unudaraq dünyanı seçmək insanı sonda fəlakətə uğradır. Həzrəti Peyğəmbər Əkrəm buyurur, mən əmilə li dünya xəsirə ahirətəhu. Hər kim dünyanı seçərsə, dünyanı üstün edərsə özü üçün, onun ahireti zay olacaq. Və mən əmilə li ahiretihi rəbihə darey. Allah, Həzrəti Peyğəmbər Əkrəm buyurur ki, hər kim ahireti üstün tutarsa, Allah onun dünya və ahiretini ona verəcək. Hər iki dünyasını Allah ona bəxş edəcək. Dünyadan köçəndən sonra da Allah yanında dəyərli şəxs olar.
və cəmiyyətdə də deyirlər ki, Allah rəhmət eləsin filan kəs. Çox yaxşı insan idi. Çox mümin, mütədəyyin insan idi. Nə qədər elə tanıdığınız adamlar var. Kasıbdır, mən nə qədər adam tanıyıram, heç nə onun oğluna görə, nə qızına görə, nə qardaşına görə demirlər, Allah rəhmət eləsin filan kəsi yaxşı kişi idi. Onun yaxşı olduğuna görə mən hətta ruhani tanıyıram. İnsan cəmiyyətlə elə davranıb, Allah onu rəhmət eləsin, ad tutmaq istəmirəm. Övladları da heç biri mümin və cəmiyyətdə yer tutan, nüfus sahibi deyirlər. İndi nədəndir onu bilmirəm. Amma özü çox mümin kişi idi. İnsanlar məclislərin aparıb ona pul vermək istəyəndə götürmürdü. Güclə ona indi müəyyən qədər pul verəndə ağlayırdı. Bugün o yoxdur, amma həmən qəsəbədə ruhani deyəndə deyil, Allah rəhmət eləsin Kərbəlayı filan kəs. Onun oğluna görə demirlər. Onun qohumuna görə də demirlər. Onun özünə görə, öz əməlinə görə. Niyə? Çünki o öz ahirətini seçmişdi. Dünyasını da qazandı ahirətini. Əmirul Müminin buyurur ki, dünya arxasını çevirir, gedir. Dünya gedir, biz də qaçırıq onun dalıyıq. Amma Allahın rəhmətinə baxın, ahirət də bizim dalımızca gəlir, qaçır. Həzrət buyurur ki, ahirət isə üzünü sizə tərəf tutur, gəlir. Dünya qaçır, ahirət də arxamızca bizə tərəf gəlir. Bəzən bəzi nişanələri ilə bizə demək istəyir, dayan. Ondan sənə bir fayda olmaz. Bir üzüvü mənə tərəf çevir. Məni gör, həmin qaçdığını da əldə edə bilərsən, məni də əldə edə bilərsən. Həzrət buyurur ki, dünya arxasını çevirir, gedir. İnsan da onun ardınca qaçır. Nə qədər insan dünya sevgisi ilə can atır, gecə gündüz yatmır, çalışır, vuruşur. Hər şey dünyadır. Hər şey dünyadır. Namaz yadına düşmür, Allah yadına düşmür, Peyğəmbər yadına düşmür, fəqir yadına düşmür, kasıb qohum yadına düşmür, qonşu yadına düşmür. Tamam hər şeyi unudub sanki elə bilir ki, hər şey onundur. Hətta onunla da belə doymur, daima dünyanın ardınca qaçır, dünyanın ardınca gelir. Həzrət burada hər birinin öz övladları var, dünyanın da öz övladları var, yəni ardınca gedənləri var, ahirətin də öz övladları var. Ey bizim şiələrimiz, çalışın, ahirətin övladlarından olun, ahirət üçün çalışın. İmam Hüseyin Aleyhisselatü Vesselam necə dünyanı vəsf etdi, necə dünya seçənləri başa salmağa Kərbəlada çalışdı. Ey insanlar, dünya, Həzrət dedi, insanlar dünyanın qullarıdırlar. Din dillərində dolaşan bir şeydir. Sadəcə dildə dindən danışırlar. Bugün də həmən dil bizim sosial şəbəkəmizdir. Sosial şəbəkədə görürsünüz, elə gözəl hədislər paylaşırıq. İnanın, bir özümüzə sual verək. Bəzən elə hədislər paylaşırıq ki, onun heç birinci kəlməsinə əməl etmirik. Əgər o hədisin, o Quran ayəsinin mənə təsiri yoxdursa, mən onu başqasına necə məsləhət görə bilərəm? Necə onu tövsiyə edə bilərəm? Axı, o tövsiyənin heç bir təsiri olmaz. Əksinə, onu biraz da insanların gözündə kiçildəcək. Deyər, yaxşıdır, birinci özün əməl elə, sonra mən əməl edeyim. Belə deyə bilərlər adam. O da Həzrət buyurur, dünya, insan
dünyanın quludur. İnsanlar dünyanın qullarıdır. Din dillerinde dolaşan bir şeydir. Sadece elə dilde değiller din, dindarlıq, müsəlmançılıq. Mənim en yaralı yerimdir, bu deyim. Bu kadar hamımız İmam Hüseyin deyir ya. Mən indi hamısının telefon statuslarını görmürəm və ya sosial şəbəkəni görmürəm. Yəqin ki, çoxları İmam Hüseyndən her şey paylaşır, danışır. Bu kadar adamdır Pirallahda İmam Hüseyin diyen, imam tanıyan. Bu kadar insandır Peygamber Əhl-i Beytine məhəbbəti olan. Bu kadar insandır Peygamberin dediği sizin aranızda iki ağır emanet koyuram. Kur'an ve Əhl-i Beyt. Doğrudan mı bu qəsəbədə 25 min, 20 min əhalisinin içinde 100 nəfər İmam Hüseyin seven, tanıyan, həqiqi tanıyan var ya, hamı deyir tanıyıram. Seven bu qədərdir mi? 70 min nəfər mi? 65 nəfər mi? 80 nəfər mi? O da Həzrət bir çoxların dilində din dolaşan bir şey. O dil necə hərəkət edir? Sadəcə o hərəkət edir. Din elə dildədir. Həzrət buyurdu, nə qədər ki yaşayışları təmin olunur, dinə bağlı görünürlər. Ne kadar yaxşı olur, yaşayışları yaxşı olur, dinə bağlı olurlar. Elə ki imtihanları gəldikdə dinə bağlı qalanlar az olurlar və azalmağa başlayırlar. Baxın, mənim əzizlərim, Küfəlilər nə qədər məktub yazdılar İmam Hüseyin Aleyhissalatu vesselam. 120 min veya ondan çok az məktub yazdılar. Görürsünüz, onlar da İmam Hüseyin sevenler idi, imam diyenler idi. Veya dindar idiler, Müslüman idiler. Mektubda ne yazmışlar imama? Biz imamsız kalmışız, yani başsız kalmışız. Eğer gelmesen peygambere şikayet edin. Ama Kərbəlada sonluğa baxın, ne kadar insan imamın etrafında kaldı? 72 nəfər. İnanın bilmirəm, bəlkə də mən bilmirəm, tarixdə bu var yoxsa yoxdur. Bəlkə də o on minlərlə ordu İmam Hüseyinlə, 30 min ordu İmam Hüseyinlə üzbəüz dayanmışdı. Bəlkə o ordunun içində, imama qarşı çıxanların içində o 120 min məktub yazanlardan da var. Bəlkə var. Onu bilmirəm, deyim ki var ya yox. Heç olmasa da belə, ama onlar imamı çağıranlar idi. Onlar din iddiasında olanlar idi. Onlar imamsız dini yaşayabilmeyecek diyen insanlar idi. Ama işleri çetine düşende, seçime geldikdə neyi seçtiler? Dünyanı seçtiler, ahireti unuttular. İmam, mən danışmışam, səhv eləmirəmsə 24 dəfə Küfədən, Məkkədən Kərbəlaya qədər olan o yolu getdi Həzrət. Küfəyə gedirdi, oradan da Kərbəla istiqamətine getdi. Hamıya dedikdə siz azadsız, gedə bilərsiniz. Onları belə deyək, öz ixtiyarına bıraktı. O an insanlar hisse seyrərək. İmam kör-körana demirdi gedin ha. Onlara başa da salırdı. Ahiret var, bir de dünya var. Kim istəyir bunu seçsin. Eğer bizimle gelmek istiyorsa sonumuz şehadettir. Allah'la görüştür, Allah'la ticarettir. Her şeyimizi Allah'a kurban veririz. Ve elde ettiklerimiz de dünyada değil,
ahirette olacak. Ama insanlar azala geldiler ne kadar? 72 nefer imamın etrafında kaldılar. İmam Hürre de söz dedi, aleyhirrahme. Ömer Sa'de de dedi. Ömer Sa'de öz yanına çağırdı. Dedi, benim düşmənim olma. Çünkü Ömer Sa'dlə bilirsiniz, İmam Hüseyin Aleyhissalatu vesselamın eyni dövrdə yaşayan insanlar olub. Bəli, uşaqlıqları bir yerdə olublar. Hətta mən belə bir şey də oxumuşam. Deyiblər ki ona, deyirdilər, sən İmam Hüseynin qatili olacaqsan. Ağlayırdı, geldi Əmir-ül-Müminindən soruşurdu. Deyirdi, mənə belə deyirlər. İmam bilirdi o qatil olacaq. İmam Hüseyin Aleyhisselam ona dedi, benim düşmənim olma. Benim qatilim olma. Belə deyək, dünya və ahirətini zayi etmə. Onsuz sənə reydən bir şey nəsib olmayacaq, onun havasını alabilməyəcəksən. Etmə. Ama ne fayda? Seçim geldikdə çok fikirləşdi. Elə bilirsiniz, Ömer Sa'd fikirləşmədi, çok fikirləşdi, ama seçimin götürdü, imamın katili oldu. İmam Hüseyin Aleyhissalatu vesselama karşı çıktı, dünyanı seçti. Dünya məsumların gözünde kiçilər, müminlerin gözünde kiçilər, ama dünyagirlerin gözünde güzel ve bərbəzəkli olacaq. Əmirül-Müminin necə deyir Nəhcül Bəlağədə, and olsun Allaha, sizin sevdiğiniz dünya çəyirtkənin ağzında olan yarpaqdan dəyərsizdir mənim üçün. İmam Hüseyin üçün də o cür dəyərsizdir dünya. İmam Hüseynin yanında olanlar üçün də o cür dəyərsizdir. 70-80 yaşı vardı Müslümün Yol Səcənin, Həbib ibn Məzahirin 90 yaşı var idi. O eləyə bilərdi, müstəqil yaşasın. Yeri gələndə qoca kişi idi. Elə də bilərdi. Onlar imamı bir-birinə necə tapşırırdılar? Deyirlər ki, nə bağda İmam Hüseyni tək qoyasız, nə bağda onu köməksiz saxlayasız. Ama imam etrafında olanlardan ve imama karşı muhalif olanlardan biri de, hatta imama əziyyət edenlerden biri de Ömer Sa'd elə gelip Kerbela'ya yetişmemişti. Hür aleyhirrahme imamın karşısını aldı ve imamı çətinliklə üzləşdirdi. İmamı mecbur etti Kerbela'ya gitmeye. Ama İmam Hüseyin Aleyhisselam onunla danışandan sonra o düşündü. Fikirləşdi, dünya qalıb bir yana. İbn Ziyadın, Yezidin fərmanı, ordusu bir yana. Ama Allah'ın höccəti, ahiret qalıb bir yana. Çok düşündü, yazırlar ki, böyük sərkərdə idi Hür. Hür elə belə adam da değildi. Hürrü düşmən buraxmaq da istəmirdi, razılaşmırdı gedib imama tərəf təslim olsun. Hürrə daha böyük nemətlərin verilməsin vədəsini verdilər ki, yeter ki fikrindən daşın. Sen necə ola bilər imamı o yollardan döndərib bu yere getirip çatdırdın. İndi gelip işin hazır vaxtında sen İmam Hüseyin'e tərəf gedirsən. Sanki ordunun en büyük serkerlerden biri direği yıkılır, gelir imama tərəf. Ona çok dediler, sana bu nimetleri verəcəyik. Ama gitme dedi, yok. Başladı belə titremeye. Dediler, sen büyük bir serkerdəsən, boşun başçısısan, sana devlet rəhbərlik
Böyük etimad edir, sənə güvənir. Sən niyə bu cür titrəyirsən? Dedi, and ola Allaha, cənnətlə cəhənnəm arasında qalmışam. Baxın, seçim budur. Düzgün seçim budur. And ola Allaha, bədəni titriyə-titriyə dedi ki, cənnətlə cəhənnəm arasında qalmışam. Qalmışam dünya ilə axirət arasında. Bilmirəm hansını seçim, amma dedi cənnəti seçim. Başını saldı aşağı, getdi Əba Əbdillahil Hüseynə tərəf. Hətta hazır idi, düşünürdü ki, İmam Hüseyin əleyhissalam onu qəbul eləməyəcək. O düşüncədə idi və xəcalətli idi İmam Hüseyin əleyhissalamın yanına. Necə adam xəcalət çəkməsin? Necə insan utanmamalıdır? Birinin yanında birinə əsəbi halda bir söz deyirsən, sonra onunla üzbəüz gələndə utanırsan. Utanırsan, bunun üzünə mən necə baxım? Təsəvvür edin, belə bir əzəmətli kişini körpələri ilə, qız gəlini ilə gətirib elə bir çətin məngənəyə salıb, çətin bir yerə salıb, indi də deyir ki, peşiman olmuşam. Mən nə eləmişəm? Mən niyə bu işi görmüşəm? Mən niyə imamın qatili olmalıyam? Mən Peyğəmbərin üzünə necə baxacağam? Mən əmir ol müminin üzünə necə baxacağım? Mən necə imamın qatili ola bilim? Seçimin etdikdə yazırlar, hətta o boynuna bir yük olaraq attı, başını aşağı saldı, gəldi İmam Hüseyin əleyhissalama dedi ki, gəlmişəm etdiyim əməllərdən peşimanam, görəsən sən məni bağışlayarsan, Allah məni bağışlayar. İmam durub ona təkrar demədi, niyə belə elədi? Niyə mənə bu əziyyəti elədin, indi gəlib məndən bağışlanmaq istəyirsən? Axı, o körpələr də Hürrün gəlişini görürdü. Deyə bilərdilər, ay əmi, ay kişi, ay filan kəs, bizim nə günahımız vardı, sən gətirdin bizi bu çətinliyə, suya həsrət saxlamısan, artıq 2-3 gündür biz susuzuq, suya həsrət, sənin ucbatından öz ibarəmizlə desək, indi də gəlmişsən peşiman olmuşam. Amma buna rəğmən İmam Hüseyin əleyhissalam dedi ki, sənin tövbən qəbuldur, hür. Necə ki, sənin anan sənin adını hür qoyub, azad qoyub, azad şəxs qoyub, elə hürsən ki, hür. İlk öz günahını etiraf etmək üçün və ya ondan qabaq şəhid olanları adam bunu belə mülahizə edir, belə başa düşür. Özündən qabaq heç kimin şəhid olmasını görməmək üçün imama yalvardı ki, qoy mən ilk şəhid mən olum, mən vuruşum. Çünki o bilirdi, İmam Bala dağı görəndə, qardaş dağı görəndə onun günahkarı mən olmuşam. Mən onu bu yola gətirmişəm. Mən necə imamın ah-nalasına, göz yaşına baxa bilir. İmamdan istədi. İmam Hüseyin əleyhissalatu vesselam da ona izni verdi və şəhid olanda imam onun başını öz dizinin üstünə qoydu və imam özü onu dəfn elədi. Allah hamd verə öz izzət-i cəlalına, Allah bizləri seçimimizi edəndə düzgün seçim edən bəndələrdən qərar versin.